Necə də gözəl və incə çiçəklərdir, düzdür? Amma mən onların nə qədər çirkin, pis və yaxud lazımsız olduğunu bildirib onları əzsəm, necə bir situasiya yaranar sizcə? Məsələ əslində bizim uşaqlığımızı xatırladan bir situasiyadır. Uşaq vaxtı eşitdiyimiz cümlələr bizim gələcək həyatımıza necə təsir göstərir sizcə? İnsanın gələcək həyatına yalnızca böyük travmalar deyil, uşaq vaxtı valideynlərindən davamlı şəkildə eşitdiyi sözlər də təsir göstərə bilir. Sus, sən onsuz da bacarıqsızsan, sənin əlindən bir iş gəlmir, sən uşaqsan, nə başın çıxar, onsuz da bacarmayacaqsan, sən necə də lazımsızca çirkin bir uşaqsan kimi cümlələr. Bu cümlələr davamlı şəkildə təkrarlanırsa və ya birəbir eyni olmasa belə eyni mənaya gələn tip ifadələr işlədilirsə, zaman keçdikcə həmin uşağın psixikasına təsir göstərə bilir. Uşaq vaxtı daim tənqid olunan insanlar səhv etməkdən çox qorxurlar. Görüntüsü ilə bağlı, davranışı ilə bağlı daim pislənən uşaqlar gələcəkdə ciddi komplekslər yaşaya bilirlər. Və ya o dəyəri, sevgini lazımi qədər hiss edəməyən uşaqlar gələcəkdə həmin sevginin yoxsunluğunu yaşaya bilirlər. Ona görə də bizə mənfi təsir göstərən hər bir nüansı göz ardı eləmədən üstündə çalışmaq çox önəmlidir.